Salam dostlar. Bəzən sual verirsiniz ki, məndə mədə yırtığı var və yaxud mədə yırtığının olduğunu necə bilək? Əgər xəstə döş sümüyü arxasında yanma, tikə qalma hissi, uzandıqda ağzına yediyi qidanın və yaxud suyun qayıtması əlamətləri mövcuddursa, belə hallarda demək ki, diafraqmal yırtığın olma ehtimalı yüksəkdir. Diafraqmal yırtığın olub-olmadığını necə təyin etmək olar? Dünənləri bizə Naxçıvandan bir xəstə müraciət etmişdi. Ultrasəs müayinəsi edərək həmin xəstədə diafraqmal yırtıq olduğunu söylənilmişdi. Və sən əməliyyat olunmazsansa xərçəng yaranacaq deyilərək xəstədə bir panik, qorxu yaradılmışdı. Xəstə birbaşa Naxçıvan reysindən Bakıya gələrək heç bir yerə dönmədən birbaşa bizə müraciət etmişdi və xəstəyə aparılmış endoskopik müayinə əsasında diafraqmal yırtığın zəif dərəcədə olduğu, heç bir əməliyyat tələb etmədiyi bizim tərəfindən aşkarlandı və xəstəyə əməliyyat olunması ehtiyac olmadığı söylənildi. Xəstə və yaxınları həddən artıq çox sevindilər. Bu nəticəyə dərman yazaraq həmin xəstəni evə yola saldıq. Əgər xəstədə diafraqmal yırtıq varsa, uzun müddətli müalicə olmazsa, həmin xəstələrdə mədə turşuluğunun qida borusunun distal hissəsinin, seyhli qişasının yandırması nəticəsində elmi adı Barrett ezofagit dediyimiz qida borusunun iltihabını və getdikcə bu xronikləşərək, xoralaşaraq qida borusunun xərçənginə doğru irəliləyir və bu baxımına həqiqətən də qida borusu dəliyinin yırtığı varsa buna hiatal herniya deyilir. Xəstə gənc yaşlıdırsa, mütləq və mütləq əməliyyat olunaraq qida borusunun seyhli qişasının mədə turşuluğu tərəfindən yanmasının qarşısı alınmalıdır. Əks halda, qeyd etdiyim kimi, Barrett ezofagit və getdikcə dərinləşərək qida borusunun xərçəngi formalaşa bilər. Bunlar olmasın deyə xəstələr mütləq bu işlə məşğul olan mütəxəssislərə müraciət etməlidir. Bəs nə edək ki, qida borusu deməli, yırtığının yaranması qarşısını alaq və yaxud da ki, yaranmış qida borusu yırtığının böyüməsinin qarşısını alaq. Əgər xəstələrdə, insanlarda daha doğrusu, o insanlar özlərini xəstə hesab etmirlər, insanlarda bir adət var, yeməkdən sonra uzanmaq. Yemək yeyən kimi insana istər-istəməz bir mürgüləmə gəlir, bu hər kəsdə belədir və yedikdən sonra insanlar gedib dirsəklənib uzanırlar. Həmçinin yeməkdən sonra qazlı suların içməsi, yeməkdən sonra ağır idman, fiziki iş və yaxud da ki, nəvə nəticələri götürərək qarnının üstündə oynadılması və s. kimi hallar qida borusu dəliyinin yırtığının yaranma əlamətləridir, daha doğrusu faktorlardır və yaranmış qida borusu dəliyi yırtığı varsa, həmin dəliyin böyüməsinə gətirib çıxardan amillərdir. Bu dediyim faktorlara əməl etməklə gələcəkdə qida borusu yırtığının əmələ gəlməsinin qarşısını ala bilərsiniz. Həmçinin qida borusu dəliyinin yırtığı olan insanlarda həmin dəliyin daha da böyüməsinə qarşısını almış olarsınız. Əgər sizdə və yaxınlarınızda vurğuladığım kimi döş sümüyünün arxasında yanma, aşağı ərdikdə ağza qidanın qayıtması, səhər durduqda səs batması və göynəmə hissinin olması kimi əlamətlər varsa, buyurub bizə müraciət edə bilərsiniz. Diqqətiniz üçün sağ olun.